Cavanlaşma əslində 25 yaşdan etibarən bizim kollagen sintezimiz zəifləməyə başlayır. Hər il 13% zəifləmə gedir. Ona görə də biz onu 25 yaşdan etibarən tam rahatlıqla sırf estetik gəncləşmə üçün tətbiq edə bilərik. Tam rahatlıqla, amma adətən 35 üzəri, hətta bizdə bir şey var ki, yəni bizim ölkəmizdə belə deyək, millətimizdə bu var ki, gec müraciət etmə. Yəni 55-60 yaşlarında ilk dəfə kosmetoloji prosedura müraciət edən xanımlarımız da vardır. Yenə də biz ona da şükür edirik ki, bu yaşda olsa belə xanım bir baxımlı olmaq istəyir, özünə baxmaq istəyir. Bu çox gözəl bir şeydir ki, xanımlarımızın baxımlı olması. Biraz gec başlayanlar da vardır. Yəni istənilən yaşda rahatlıqla tətbiq edə bilərik. Amma təbii ki, nə qədər erkən başlasaq, o qədər effektiv nəticə olacaq. Effektin daha tez görəcəyik, daha gözəl effekt yaranacaq. Biri var, yəni belə deyək, 30 ilin qırışını açmaq, biri var 5 ilin, 3 ilin qırışını açmaq. Yəni 30 il artıq qırış olmur, çapıq olur əməli başda. Çox dərinləşir. Eləsi var, gəlir o yaşda biz artıq ona dolğu etmək istəyirik ki, çox dərin qırışdır. Yəni biz bunu biyolarla həftədə bir dəfə etsək, bir heç olmasa 5-6 seans lazımdır. Axırda maddi durum da rol oynayır. Bəzən pasiyentə deyir ki, yox, mən dolğu istəmirəm. Yəni botoks dolğu istəmirəm, amma 60 yaşında bir insan necə biz 1-2 seans effekt ala bilərik? Bax, çox gözəl məqama toxundunuz ki,